Bugünkü mövzumuz Vətən müharibəsindən sonra toqquşmalar, anti-terror əməliyyatı. 44 günlük Vətən müharibəsini yekunlaşdıran 3 tərəfli 10 noyabr bəyanatından 2 ilə yaxın vaxt keçsə də, Ermənistan rəhbərliyi öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Bəyanatın 4-cü bəndinə görə Rus sülh məramlılarının münaqişə zonasına yerləşdirilməsinə paralel olaraq erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin ermənilər bu şərtə əməl etmir, Qarabağ ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələri hələ də tərk-islah edilmədi. Bu isə münaqişə zonasında tez-tez baş verən təxribatlara yol açırdı. 2022-ci ilin avqust ayının 3-də Rusiya sülh məramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun bölməsinə qarşı terror əməli törətdi. Nəticədə ordumuzun bir hərbi qulluqçusu şəhid oldu. Bunun ardınca erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada döyüş mövqeləri qurmağa cəhd göstərdi. 2022-ci ilin avqust ayının 3-də Kəlbəcər və Laçın rayonlarını əhatə edən Qırxqız yüksəkliyini ələ keçirib, burada döyüş mövqeləri qurmağa cəhd göstərdilər. Elə buna cavab olaraq Azərbaycan ordusu avqustun 3-ü və 4-də qisas əməliyyatı həyata keçirdi. Avqustun 3-ü və 4-də qisas əməliyyatını həyata keçirdi. Bu əməliyyat zamanı Qırxqız və Sarıbaba yüksəklikləri ordumuzun nəzarəti altına keçdi. Deməli, həm Qırxqız, həm də Sarıbaba yüksəklikləri ordumuzun nəzarətinə götürüldü. Qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı. Keçmiş Ağdərə rayonunun yuxarı Orataq yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Deməli, 2022-ci il avqust ayının 3 və 4-də qisas əməliyyatı həyata keçirildi. Bu əməliyyat zamanı düşmənə zərbə endirən rəşadətli hərbiçimiz avqustun 3 və 4-də həm Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyunca Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə köçürdü. Eyni zamanda əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılmış, keçmiş Ağdərə rayonunun yuxarı Orataq yaşayış məntəqəsindəki hərbi hissəyə havada zərbə endirmişdi. Nəticədə qanunsuz erməni silahlarının canlı qüvvəsi məhv edildi və yaralandı. Həmçinin bir neçə D-30 haubistası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarıldı. Bu oldu qisas əməliyyatı 2022-ci il avqustun 3 və 4-də. Sarıbaba Qırxqız yüksəkliyi ordumuz nəzarətinə keçdi. Keçmiş Ağdərə rayonunun yuxarı Orataq yaşayış məntəqəsinə havadan zərbə endirildi. İndi baxaq 2022-ci il sentyabr ayının əməliyyatlarına. 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan silahlı qüvvələri növbəti geniş miqyaslı təxribat törətdi. Deməli, 2022-ci il bu dəfə də sentyabr ayında, yəni sentyabr döyüşləri kimi tarixə düşüb. Sentyabr ayının 12-sindən 13-nə keçən gecə ermənilər bu dəfə də Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində geniş miqyaslı silahlı təxribat törətdi. Amma Azərbaycan ordusu təxribatın qarşısını alaraq sərhəd bölgəsində yerləşən bir sıra yüksəklikləri öz nəzarətinə götürmüşdü. Bu da oldu 2022-ci il sentyabr döyüşləri. İndi baxaq dağların Laçını. Ermənistan Respublikası silahlı birləşmələri işğal etdiyi Laçın rayon ərazisindən 2020-ci ilin dekabr ayının 1-də rəsmən geri çəkilmişdi. Deməli, bilirik ki, üç tərəfli birgə bəyanatda Laçın heç bir güllə atılmadan dekabr ayının 1-də Azərbaycana verilmişdi. Rəsmən geri qaytarılmışdı. Lakin rayon mərkəzi, yəni Laçın şəhəri, Laçın rayonunun mərkəzi Rus sülh məramlıları nəzarət altındaydı. Deməli, Ermənistan Respublikası silahlı birləşmələr işğal etdiyi Laçın rayon ərazisindən 2020-ci ilin dekabr ayının 1-də rəsmən geri çəkildi rayondan. Bu ərazi Rus sülh məramlıları nəzarət zonasındaydı. Üç tərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və
Laçın şəhərinin bundan sonra təhvil verilməsi nəzərdə tutulmuş. Deməli, dedilər ki, Laçın dəhlizinə alternativ yol çəkilsin 3 il ərzində. Laçın şəhəri, yəni şəhərin özü, bundan sonra təhvil verilsin. Azərbaycan tərəfi bunu daha tez etdi. 36 kilometr uzunluğu olan alternativ dəhlizin Azərbaycan hissəsinə düşən marşrutunun tikintisi qısa müddət ərzində başa çatdırıldı. Ermənistan isə bu məsələdə siyasi manevr edərək vaxtı uzatmaq istirdi. Lakin Azərbaycan Laçına 1992-ci ildən başlayaraq Suriya və digər yerlərdən köçürülmüş erməni əhalisinin oradan çıxarılmasına 2022-ci il avqustdan 20-sına qədər vaxt qoydu ki, Laçını tərk edin. Bu tələb Ermənistan tərəfindən yerinə yetirildi. Laçın rayon mərkəzlə yanaşı Zabuq və Sus kəndində 2022-ci ilin avqust ayının 26-sında Azərbaycan bayrağı dalğalanmağa başladı. 2023-cü il aprel ayının 23-də Laçın rayon ərazisində Azərbaycan Respublikasının sərhəd keçid məntəqəsi quruldu. Bununla da Ermənistandan Qarabağ iqtisadi rayonuna daxil olan və əksinə hərəkət edən yüklərə, eyni zamanda insanlara tam nəzarət ordumuzun əlinə keçdi. Həmin ilin may ayının 28-də bərpa edilmiş Laçın rayon mərkəzinə də böyük qayıdış planına uyğun olaraq ilk ailələr köçürüldü. İndi bir də təkrar baxaq. Deməli, Laçının bir sıra kəndləri azad edilmişdi müharibə dövründə, Vətən müharibəsi dövründə. Laçın rayonu geri qaytarıldı 2020-ci ilin dekabr ayının 1-də. Lakin rayon mərkəzi sülh məramlarının əlində idi. Çünki deyirdilər ki, Laçın dəhlizinə alternativ yol çəkilsin 3 il ərzində. Azərbaycan da öz öhdəlinə düşən yolu daha tez çəkir deyə Laçında 92-ci ildən başlayaraq Suriyadan köçmüş ermənilərin oradan çıxarılmasına vaxt qoydu ki, 2022-ci ilin avqustdan 26-sına qədər tərk edin Laçını. Ermənistan tərəfi bu tələbi yerinə yetirildi. 2022-ci il avqust ayının 25-dən 26-sına keçən gecə Azərbaycan ordusu Laçın şəhərində yerləşdi. Eyni zamanda rayonun Zabuq və Sus kəndlərində də Azərbaycan bayrağı dalğalanmağa başladı. Deməli, bir neçə kənd müharibə dövründə, rayonun özü dekabr ayının 1-də, rayon mərkəzi Laçın şəhəri 2022-ci il avqust ayının 26-sında. Eyni zamanda Zabuq və Sus kəndlərdə ordumuzun nəzarətinə keçmişdi. 2023-cü ilin aprel ayında Laçın rayonunda Azərbaycan Respublikasının sərhəd keçid məntəqəsi quruldu. Yəni, həm Ermənistandan gələn, həm Azərbaycandan gedən Azərbaycan ordusu nəzarətində olmalı idi. Ardınca 2023-cü il may ayının 28-də bərpa edilmiş Laçın şəhərinə böyük qayıdış planına uyğun olaraq ilk ailələr köçürülmüşdü. 2023-cü il aprel ayının 23-də sərhəd keçid məntəqəsi Həkəri çayı üzərində. May ayında isə Laçına böyük qayıdış. İlk ailələr 2023-cü il may ayının 28-də köçürülmüşdü. İndi baxaq lokal antiterror əməliyyatına. 2023-cü il sentyabr ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ istiqamətində, Qarabağ iqtisadi rayon ərazisində qeyri-qanuni birləşmələri bu dəfə də terror əl atdı. Düşmənin Kəşfiyyat Diversiya qrupu tərəfindən Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunda terror məqsədi ilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı. Demək, 2023 sentyabr ayının 19-da Erməni Kəşfiyyat qrupu tərəfindən Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunda terror məqsədi ilə əvvəlcədən quraşdırılmış mina partlayır. Avtomobil Yollar Dövlət Agentliyinə məxsus avtomobil sıradan çıxır. Daxili İşlər Nazirliyinin daxili qoşunların hərbi qurluqlarını daşıyan nəqliyyat məhv olur. Nəticədə 2 mülki şəxs, 6 nəfər Azərbaycan vətəndaşı həlak olur. Bütün bunlar növbəti dəfə sübut idi ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış bəyanata əməl etmir, Qarabağda yerləşdirdiyi qüvvələri oradan çıxarmaq niyyətində deyil. Həmin gün ordumuz bu terrora cavab olaraq lokal antiterror əməliyyatına başladı. Deməli, 2023-cü sentyabr ayının 19-da ermənilər Əhmədbəyli Füzuli Şuşa yolunda
terror törətdilər. 2 nəfər mülki şəxs, 6 nəfər 2 nəfər mülki şəxs olmaqla 6 nəfər Azərbaycan vətəndaşı həlak oldu. Bununla da ermənilər sübut elədi ki, ermənilər Qarabağda yerləşdirdiyi qüvvələri buradan çıxarmaq niyyətində deyil və 10 noyabr bəyanatına heç bir cürə əməl eləmirlər. Elə ona görə də törədilən cinayətə cavab olaraq Azərbaycan ordusu sentyabr ayının 19-da terrorçu silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qaldı. Deməli, sentyabr ayının 19-dan 20-sinə qədər oldu antiterror əməliyyatı. Qısa müddət ərzində terrorçu birləşmələrin yerləşdiyi atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektlər dəqiq zərbələrlə sıradan çıxardıldı. Antiterror əməliyyatı zamanı diqqət çəkən məqamlardan biri ordumuzun yüksək dəqiqliyə malik silahlardan istifadə etməsi idi. İkinci Qarabağ müharibəsi zamanı mülki yaşayış məntəqələrini atəşə tutan düşməndən fərqli olaraq Azərbaycan ordusu antiterror əməliyyatı zamanı mülki əhaliyə zərər vurmamaq üçün bu cür silahlardan istifadə eləmişdi. Mülki əhaliyə həm mobil SMS vasitəsilə xəbərdarlıq edilir, həm səs gücləndiricilər, eyni zamanda vərəqlərlə hərbi obyektlərdə uzaq durmaq tapşırığı verilmiş. Deməli, həm mesaj göndərirlər, həm səs gücləndiricilər, eyni zamanda vərəqlərlə əhaliyə məlumat verirdilər ki, hərbi obyektlərdən kənar durun. Lokal antiterror əməliyyatı zamanı Azərbaycan ordusu yalnız hərbi obyektləri nəzərdə tutmuşdu. Yüksək dəqiqliyə malik silahlardan istifadə nəticəsində mülki obyektlərə və əhaliyə ziyan dəymədi. Yəni, ermənilərdən fərqli olaraq biz mülki yaşayış zonalarını, mülki obyektlərə ziyan vurmadıq. Yəni, bir nəfər belə mülki şəxs həyatını itirmədi. Antiterror əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri birləşmələrinin Ermənistanın 90-dan çox döyüş mövqeyi Azərbaycan nəzarətinə keçdi. 90-dan çox döyüş mövqeyi ordumuz nəzarətinə keçdi. 500-dən çox ermənilərin canlı qüvvəsi məhv edildi. Xeyli silah sursatı ordumuz nəzarətinə keçdi. Xocavənd ərazisində sülh məramları nəzarət zonasında yerləşən radiolasiya sistemi sıradan çıxardıldı. Radiolasiya sistemi sıradan çıxarıldı. İndi baxaq qalib gəlməyimizə. Beləliklə, sentyabr ayının 20-sində Qarabağ iqtisadi rayon ərazisində separatçı rejim ağ bayraq qaldıraraq təslim olduğunu elan etdi. Deməli, 19-dan 20-sinə qədər 20-sində ağ bayraq qaldırdılar, təslim olduqlarını elan etdilər. Antiterror əməliyyatı zamanı ordumuzun 192 nəfər hərbi qulluqçu qəhrəmancasına şəhid oldu, 500 nəfərdən çoxu yaralanmışdı. 500 nəfərdən çox yaralanmışdı. Azərbaycan aşağıdakı şərtləri ermənilər tərəfindən qəbul edilmişdi. 1. Ermənistan ordusunun Azərbaycan Qarabağ iqtisadi rayon ərazisində qanunsuz hərbi birləşmələr tərk silah olunmalı, Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır. Onlara məxsus bütün silah və texnikalar Azərbaycana təhvil verilməli idi. Beləliklə, antiterror əməliyyatı başa çatdı. 192 nəfər şəhid, 500-dən çox yaralımız olmuşdu. İndi baxaq antiterror əməliyyatının nəticəsinə. Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonu üzərində öz suveren hüquqlarını tamamilə bərpa etdi. Deməli, Azərbaycan Qarabağda axır ki öz hüquqlarını tamamilə bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və Əsgəran qəsəbəsi daxil olmaqla bütün yaşayış məntəqələri qanunsuz terrorçu qruplardan təmizləndi. Deməli, Xocalı, Xocavənd, Xankəndi, Ağdərə, Əsgəran tamamilə ermənilərdən təmizləndi. Azərbaycan ərazisində yeni bir erməni dövləti qurmağa cəhd edən Ermənistanın və erməni lobbisinin niyyəti puç edildi. 88-ci ildən başlayan qondarma problem, yəni Qarabağ problemi bir dəfəlik həll edildi. Ərazisində münaqişələr olan keçmiş Sovet Respublikaları içərisində Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən ilk dövlət oldu. Deməli, əməliyyat nəticəsində 88-ci ildən başlayan qondarma Qarabağ problemi bir dəfəlik həll edildi. Qarabağda öz suveren hüquqlarımızı tamamilə bərpa etdik. Qarabağda yerləşən erməni qrupları tamamilə Qarabağı tərk elədi. Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və Əsgəran üzərində ermənilər tamamilə çıxarıldı. Ordumuz
Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və Əsgəranda yerləşdi. Və bununla da Xankəndində cinayətkar rejim, xunta rejimi 2023-cü ilin sentyabr ayının 28-də qondarma qurumun buraxıldığını elan etdi. Deməli, 2023 sentyabr ayının 28-də qondarma rejimin buraxıldığını elan edildi. Daha sonra 2024-cü ilin yanvar ayının 1-dən etibarən bütün dövlət qurumları, təşkilatlar ləğv edilir, fəaliyyəti dayandırılırdı. Bu, Qarabağda qanunsuz erməni hakimiyyətinin sonu deməkdir. İndi baxaq, görüşlərdə Azərbaycan Respublikasının şərtləri diqqətə çatdırıldı. Hansı görüşlər? Deməli, əməliyyat başa çatdıqdan sonra Qarabağın erməni icmasının nümayəndələri ilə həm Yevlaxda, həm də Xocalda görüşlər keçirildi. Deməli, həm Yevlaxda, həm də Xocalda görüşlər keçirildi. Bu görüşlərdə deyilirdi ki, hərbi cinayətlərdə iştirak edən və 92-ci ilədək Qarabağ ərazisində yaşamayan şəxslər istisna olmaqla mülki erməni əhalisi təhlükəsizliyinə, hüquq və azadlıqlarına təminat verilir. Yəni, cinayətdə əli olmayan 92-ci ilədək Qarabağ ərazisində yaşamayan şəxslər istisna olmaqla digərləri Qarabağı tərk eləməlidir. Deməli, hərbi cinayətlərdə iştirak edən 92-ci ilədək Qarabağ ərazisində yaşamayan şəxslər istisna olmaqla mülki əhali təhlükəsizliyinə təminat verilir, hüquq və azadlıqları müdafiə olunurdu. Mülki erməni əhalisi Azərbaycan qanunlarına tabe olmalı, vətəndaşlıq üçün müraciət etməli. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin Xankəndi şöbəsi və elektron müraciətlər üçün xüsusi reinteqrasiya saytı yaradıldı. Sentyabr ayının 28-də Xankəndindəki cinayətkar rejim qondarma qurumun buraxıldığını elan etməyə məcbur oldu. Deməli, əməliyyat başa çatdı sentyabr ayının 20-si. Sentyabr ayının 28-də Xankəndəki cinayətkar rejim, xunta rejimi qondarma qurumun buraxıldığını elan etdi. Və 1 yanvar 2024-cü ildən etibarən bütün dövlət qurumları və təşkilatlar ləğv edilir, qondarma rejim fəaliyyətini dayandırırdı. Bu, Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən erməni hakimiyyətinin sonu demək idi. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin şəxsən verdiyi təminatlara baxmayaraq, erməni kilsəsi və millətçi təşkilatların təzyiqi ilə Qarabağda yaşayan mülki əhalinin kütləvi köçü. Yəni, kütləvi köç təşkil etməkdən məqsəd o idi ki, güya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir. Halbuki, Azərbaycan sərhədçiləri Laçın dəhlizindən keçən erməniləri su və qida ilə təmin edir, xəstələrə ilkin tibbi yardım göstərirdi. Oktyabr ayının 1-də Azərbaycan Respublikasının dövləti BMT nümayəndələrini Qarabağa dəvət edir. Xankəndidə və anti-terror əməliyyatının baş verdiyi digər ərazilərdə müşahidələr aparan BMT missiyası mülki obyektlərə, o cümlədən xəstəxanalara, məktəblərə, dini abidələr və mülki binalara heç bir ziyan dəymədiyi haqqında bəyanat yaydı. Bu bəyanat ermənilərin etnik təmizləmə təbliğatına böyük zərbə vurdu. Deməli, oktyabr ayının 1-də BMT-ni dəvət edirlər. BMT gəlir ki, yəni biz heç bir mülki obyektlərə ziyan vurmamışıq. Ermənilər də buradan köçməsini biz tələb eləməmişik. Oktyabr ayının 4-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xankəndiyə daxil oldu. Hərbi cinayətlərdə ittiham olunan Bako, Sakyan və 2-ci Qarabağ müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə, Bərdə və Tərtər, Beyləqan rayonlarına atəş əmri verən 90-dan artıq mülki vətəndaşımızın ölümünə bais olan Arayik Artunyan həbs edildi. Bir qədər sonra Laçın dəhlizindən keçməyə çalışan bir neçə hərbi cinayətkar da həbs edilərək Bakıya gətirildi. Deməli, 2023-cü il avqust ayının, daha doğrusu avqust yox, sentyabr ayının 19-na 20-sinə qədər antiterror əməliyyatı. Əməliyyat nəticəsində 192 nəfər hərbiçimiz şəhid oldu, 500 nəfər yaralandı. Əməliyyatdan sonra Xocalı, Xocavənd, Xankəndi, Ağdərə qəsəbəsi daxil olmaqla yaşayış məntəqələri terroristlərdən tamamilə təmizləndi. Qarabağda suveren hüquqlarımızı tamamilə bərpa etdik. Qarabağ problemi bir dəfəlik həll edildi. Ərazisində münaqişə olan keçmiş Sovet Respublikaları arasında yeganə dövlət biz idi ki, öz suveren hüquqlarımızı təmin edən ilk dövlət olmuşduq. Sentyabr ayının 20-si əməliyyat başa çatdı. Sentyabr ayının 28-də qondarma rejim özünün buraxıldığını elan elədi.
2023-cü il oktyabr ayının 1-də BMT işğaldan azad edilmiş rayonlarımıza səfər elədi. Oktyabr ayının 4-də Bako Sakayan, Arayik Artun həbs olundu. 2024-cü il yanvar ayının 1-də isə Qarabağda bütün dövlət qurumları, təşkilatlar ləğv edilir, onların fəaliyyəti dayandırılırdı. Bu, Qarabağda qanunsuz erməni hakimiyyətinin sonu demək idi. İndi baxaq, anti-terror əməliyyatından sonra. 2023-cü il oktyabr ayının 15-də Prezident İlham Əliyevin prezident seçilməsinin 20 illiyində Xankəndinin mərkəzi meydanında 3 rəngli bayrağımız dalğalandı. 2023 oktyabr ayının 15-də. Eyni zamanda həmin gün Xocalı, Xocavənd, Xankəndi, Ağdərə, Əsgəranda da bayrağımız dalğalanmışdı. Deməli, 2023-cü il oktyabr ayının 15-də həm Xankəndində, həm Xocalı, Xocavənd, Ağdərə, Əsgəranda Azərbaycan bayrağı dalğalanmağa başladı. 2023-cü il noyabr ayının 8-də Xankəndində Azərbaycan ordusunun bölmələrinin bir hissəsinin iştirakı ilə Zəfər paradı keçirildi. 2023 noyabr ayının 8-də. Zəfər paradı keçirildi. Ali Baş Komandan kimi paradı İlham Əliyev özü qəbul eləmişdi. Bununla da qəhrəman ordumuz Qarabağın əsl sahibinin kim olduğunu bir daha dünyaya sübut elədi. 2023-cü il noyabr ayının 8-də. Deməli, oktyabr ayının 15-də bayrağımız dalğalandı. Qarabağda, Dağlıq Qarabağda, Xocalı, Xocavənd, Dağlıq Qarabağ deyə bir termin yoxdur artıq Qarabağda. Xocalı, Xocavənd, Ağdərə, Əsgəran, Xankəndində. Qarabağda bayrağımız dalğalandı. Noyabr ayının 8-də Xankəndə Zəfər paradı. Deməli, Bakıda Zəfər paradı 2020 dekabr ayının 10-u, Xankəndə Zəfər paradı 2023 noyabr ayının 8-i. 2023 noyabr ayının 8-i. Bayrağın dalğalanması oktyabr ayının 15-i, Zəfər paradı noyabr ayının 8-i. Daha sonra işğaldan tamamilə azad edilmiş Qarabağda idman tədbirləri həyata keçirildi. 2023-cü il dekabrın 21-də bərpa edilmiş və yenidən qurulmuş Xankəndi stadionunda Qarabağ və MOEK, yəni Mərkəzi Ordu İdman Klubunun komandalarının iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 8-də 1 final maçı keçirildi. Topa ilk zərbəni təbii ki, Müzəffər Ali Baş Komandan endirmişdi 2023 dekabr ayının 21-i. Deməli, 2023-cü ildə oldu. Oktyabr ayının 1-də BMT-nin gəlişi, oktyabr ayının 4-də ermənilərin həbs olunması, oktyabr ayının 15-də bayrağımızın dalğalanması, noyabr ayının 8-də Xankəndində Zəfər paradı, dekabr ayının 21-də isə futbol yarışı. İndi baxaq, son mismar. 2024-cü il fevral ayının 7-sində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. 2024-cü il fevral ayının 7-sində. Vətən müharibəsindəki qələbənin memarı İlham Əliyev özü və ailəsi Xankəndində səs verdi. Deməli, 2024-cü il fevral ayının 7-sində növbədənkənar seçkilər həm İlham Əliyev, həm də ailəsi Xankəndində səs verdi. İlham Əliyev deyirdi ki, Xankəndində verdiyim səs, o qutuya atdığım bületen sadəcə bületen deyil, bu erməni separatçıların tabutuna vurduğum son mismardır. Yəni, son mismar termini Xankəndində keçirilən prezident seçkilərindən bağlı 2024 fevral ayının 7-si. Ardınca prezident 2024-cü ilin martında Xankəndiyə növbət dəfə səfər etdi. Novruz bayramı günlərinə təsadüf edən bu səfərdə Xankəndi mərkəzi meydanında bayram tonqalı qalandı. 88-ci ildən sonra bu, Qarabağın mərkəzi şəhərində qalanan ilk bayram tonqalı idi. Prezidentin fərmanı ilə bayram tonqalı yandırılan Xankəndi mərkəzi meydanında Zəfər meydan adı verildi. Deməli, Xankəndi ordumuz nəzarətinə keçdiyi sentyabr antiterror əməliyyatı. Bayraq dalğalan oktyabr ayının 15-i, Zəfər paradı keçirildi noyabr ayının 8-i, prezident seçkiləri keçirildi 2024 fevral ayının 7-si, bayram tonqalı qalan 2024-cü il mart ayında. Eyni zamanda 2024-cü il martında Xankəndi mərkəzi meydanına Zəfər meydanı adı verildi. Daha sonra diplomatik qələbə termini də sülh məramların Azərbaycan tərk edilməsidir. Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan ermənilərin böyük hissəsi Azərbaycan, yəni Qarabağı tərk edəndən sonra artıq Rus sülh məramlarının faizi sual altına düşmüşdü. Yəni artıq sülh məramlının Qarabağda nə işi var idi ki? Ona görə 2024-cü ilin aprel ayında Rus sülh məramları kontingentinin Qarabağ iqtisadi rayonun ərazisindən çıxarılması haqqında razılaşma əldə olundu. Aprel ayında razılaşma və çıxarılmasına başlanıldı. Mərhələ-mərhələ həyata keçirilən
Bu proses 2024-cü il iyun ayının 12-sində başa çatdı. Deməli, aprel ayında çıxarılmağa başlandı. 2024-cü il iyun ayının 12-sində Rus sülh məramları Azərbaycanı tamamilə tərk elədi. Daha sonra 2024-cü ilin aprel ayında isə Azərbaycan Ermənistan arasında razılaşmaya əsasən may ayında 30 ildən çox işğal altında olan Qazağın 4 kəndi geri qaytarıldı.